Ahmet, ümumiyyətlə əvvəl deyirdik 17-dən sonra futbolçular itir. İndi bəli ondadır ki 17-də futbolçu yoxdur ümumiyyətlə. Və bunun səbəblərindən birini mən deyim. Yəni biz hər dəfə deyirik, indi 12 komandalı çempionat var, indi 5 liqa var. İkisi peşəkar, biri yarım həvəskar, ikisi də həvəskar. Bizdə ən azı 6 mövsüm Ahmet, ölkədə cəmi 8 peşəkar klub olub. Və bu ölkə futboluna çox ciddi zərbə vurub. 8 komandalı Bakı çempionatı, yaxşı xatırlayarsan. Yaxşı dillər də əzbəri idi. Nə Gəncədə uzun müddət futbol oldu, nə bilim Tovuzda uzun müddət futbol oldu, nə Lənkəranda uzun müddət futbol oldu. Hamısı futbol şəhərlərdir. Sumqayıtın özündə futbol klubu olsa da çox ciddi yanaşmalar, problemi var idi Sumqayıtda. Sumqayıt futbolçu bulağıdır. Yaxşı yanaşma olsa, yaxşı sistem qura bilsən, çox istedadlı futbolçular çıxar. Və bu günləri Nicat da bəzi məsələlərə şahid ola bilər. Mən çox sayda valideynlər tanıyıram. Övladlarını futbola aparmırlar. Övladları futbol üçün alışıb yanır, futbola getmək istəyir. Övladlarını valideynlər futbola aparmır. Bir yolla azdırır, uzaqlaşdırır, hansısa formada təhsilə yönləndirir. Çünki o futbolda işıq görmür. O futbolda perspektiv görmür. Övladını düşünür ki, bugün ölkədə 500 min futbolla məşğul olan futbolçu var, onun içindən cəmi 30 nəfər lazımdır. 30 nəfərində 15 nəfəri milliləşdirilmiş futbolçulardır. Aleksey İsayevlər, Rəhim Sadıqovlar, onlar oynayır. Cəmi 15-20 yer qalır. Gəl, nə qədər ehtimal var ki, 500 min uşağın içindən sənin mənim övladım düşə bilər ora? Ehtimal faiz olaraq çox aşağıdır. Futbolun zədəsi var, nə qədər şansın gətirəcək, gətirməyəcək var. Və o uzaqlaşdıran valideynlər var. Onların içində nə qədər istedadlar yatır, onu bir Allah bilir. Deyirsən ki... Bugün bəli uzaqlaşdırırlar. Bu günlər futbola gələnlərin, mən sənə əmin edirəm, böyük əksəriyyəti bilsən ki, imkanlı uşaqların balalarıdır. Mən bunu açıq deyirəm. Yəni, bu günləri biz gedirik də Nicatla aşağı yaş qruplarında, indi ad çəkməsəm hansı klublarına, bəzən oluruq da görürük. Vallahi əksəriyyəti imkanlı uşaqların balalarıdır. Yəni, onlar üçün heç fərq eləmir 15 yaşında futbolu dayandırsa. Heç fərq eləmir 17 yaşında futbolu dayandırsa. O valideynlər üçün heç fərq eləmir. Hansısa formada övladlarını bir istiqamətə çıxarda bilirlər. Lüks maşında övladlarını gətirirlər ora, məşqə, şərait var. Ən yaxşı şəkildə qidalandırırlar. Alınmayanda da alınmadı. Amma kasıb ailələr üçün bu çox ciddi problemdir. Həm aparması məşqə, həm qidalandırması. Yəni çox riskdir. Yəni övladı ümumiyyətlə oradan da ola bilər, buradan da ola bilər. Üstünlüyü verir təhsilə.